Deməli, Xızının Xələns kəndindəyəm. Baxın, heç kim yoxdur. Heç kim yoxdur. Ancaq burada pensionerlər. Heç kim yoxdur. Yəni, burada ümumiyyətlə Xızı elə bir ölmüş bir şəhərdir. Burada ümumiyyətlə Xızının özündə nə restoranı var, nə böyük bir marketi var, xəstəxanası belə tikilib, çox gözəl, içində həkimi yoxdur. Kəndləri bu vəziyyətdə. Burada ancaq əmi, bibi, yəni yaşlı adamlar, bibi uşağının, əmi uşağının burada nə işi var, burada nə qazana bilər ki? Ekologiyada icazə vermir bir çox yerdə malqaranı otarmağa. Yəni, vəziyyət bu dəqiqə kənddə gəlmişəm, kənd bomboş, heç kim. Yaşlılar da hamısı yaşlanıb Allahın dərgahına qovuşandan sonra burada heç kim qalmayacaq. Digər o Ağdərədir, Dizəvərdir filan, bəzi kəndlər kimi, bunlar da yox olub gedəcək. Budur, vəziyyət budur, kənd və rayonlarda. Xızı var ki, ümumiyyətlə batıb gedir, heç nə yoxdur.